Deyib ki, qoca idi, gəldi Peyğəmbərlə görüşdü, yaşlaşmışdı. Adı Şeybədir, gəldi, yaxınlaşdı. Ya Rasulallah, mən daha əvvəlki vaxtlar kimi namazı, orucu o cür də məsələn, müstəhəbbi namazlarda qıla bilmirəm, uzada bilmirəm. Hatta artıq o cür deyiləm də. Əvvəlki vaxtlarım getdi. Bir vaxt olacaq bizdə elə olacaq. İndi o enerjili vaxtlarımızda elə bilir, elə belə də gedəcək, belə getməyəcək. Ya Rasulallah, sənə bir dənə qurban olum, mənə bir dənə elə bir ibadət edirən, elə bir söz deyən ki, bu qədər ki, yax çox ibadət eləmirəm, o əvəzləsin də. Peyğəmbər bir dənə dedi bu cümlələri. Bir də danışdı. 3 dəfə danışdı, mən baxdım. Danışanız o Peyğəmbər dedi ki, ey qoca, ey ağsaqqal, dedi, bəli. Dedi, ətrafında olan daş, kəsək, ağac, hamı sənin bu halı bağladı. Görünən bu da səmimi deyirmiş. Səmimiyyət yeri dağladar, göyü dağladar. Səmimi danışırmış. Ondan sonra dedi ki, sənə bir söz deyim, dedi, buyur. Dedi, hər gün sübh namazından sonra 10 dəfə bu zikri dinən. Dedi, nə zikirdir o? Subhanallah əl-azim və bihamdih və la havlə və la quvvətə illa billahil aliyyil azim. Sübh azanından sonra 10 dəfə bu zikirdir. Əgər bu zikri düşün, inşallah Allah sənin ömrümün son günlərində o xəstəliklərdən qoruyar. Dəli kimi dəli olmazsan, ağlın başında gedər. Saydı bir neçədən şey. O cürlə inşallah dünyavı deyişərsən. Qoca qayıtdı ki, ya Rasulallah, dedi, bəli, dedi, bu dünyam, ahirətim üçün də bir sözdür. Ona görə də səmimi kişiymiş, bu kimdirsə. Peyğəmbər baxdı, yox, bu elə dayanmır. Ondan sonra bir zikirdə dedi ki, o zikir biraz böyükdür, saxladım.